Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 15 fevral 2026-cı il 11-ci siniflər üçün keçirilmiş OTK buraxılış imtahanından ingilis dili suallarının izahına baxırıq. İzaha keçməzdən əvvəl qeyd edim ki, əgər siz 11-ci sinifsinizsə bildiyiniz kimi bu son iki sınaqdan biridir, hansı ki OTK-da keçirilir. Növbəti bir sınağımız qalır və inşallah ki bu sınağı da çox gözəl yazmısınız. Bu gözəl yazmısınızsa bu sizə çox gözəl motivasiya olacaq. Belə də davam edin. Yox, əgər zəif yazmısınızsa, yəni gözləntinizin altındadırsa mütləq və mütləq səhv yazdığınız sualları mövzu olaraq 50 sual, 40 sual götürün və həmin mövzuları topludan işləyin. Kanalımızda ona aid izahlar var. Mütləq izahları dinləyin və o mövzuları özünüz üçün aydınlaşdırın. Qətiyyən motivasiyadan düşmürsünüz və düşünürsünüz ki, burada etdiyiniz hər bir səhv sizə yeni bir informasiya qazandırdı və yeni bir sualı artıq siz tam olaraq bilirsiniz. Əsas sınaqda səhv etmək yox, buraxılışda etməmək lazımdır. Və gəlin birlikdə manifestləyək. Əgər 11-ci sinifsizsə və kanalımıza abunə deyilsinizsə, mütləq və mütləq bu kanala abunə olursunuz və şərh bölməsində arzuladığınız universiteti və ixtisası balı qeyd edirsiniz. İnşallah ki, mən də sizin üçün bol-bol dua eləyəcəm. Əziyyət çəkən bütün 11-ci siniflərə zehin açıqlığı diləyəcəm və inşallah ki, avqust ayında artıq nəticələr açıqlandıqda hər birinizin SMS-inizə geri dönüş eləyib yeni qəbul olduğunuz ixtisası, əgər arzunuza çatmışsınızsa həmin ixtisası, yox, başqa bir ixtisasa qəbul olmuşsunuzsa yeni ixtisasınızı qeyd etməyinizi xahiş eləyəcəm. Birlikdə videoya dayandırırıq və kanalımıza abunə oluruq. Bugün tamamilə bir fərqli ab-hava ilə başlayırıq. İndi isə gəlin 6-cı testə baxaq. Burada bizdən conjunction soruşur. Bilirik ki, bu bağlayıcı testidir. Mütləq cümlələrin hər iki tərəfi tərcümə olunmalıydı. I didn't read the book till the end. Mən deyir, bu kitabı axıra qədər oxumadım. It was rather dull. O tamamilə sıxıcı idi. Demək ki, bura qoymalıyıq. Çünki although və but bağlayıcıları eyni mənanı verirdi. Onlar yanlışdır. B isə ona görə də deməkdir deyə. Bu da yanlışdır. Bizə çünki verməlidir. Çünki oxumama səbəbimizi göstərir. 57-ci test bilirik ki, qısa cavablar short answers dərsindən olan mövzudur. Burada sual gördüyünüz kimi cümlə tərkibində no one var, yəni inkar var. İnkar varsa biz ora qətiyyən neither və no more qoya bilmərik. Also və to yalnız təsdiq cümlələrində işlənir. İnkar cümlələrin sonunda yalnız either işlənir. Cavab oldu A. 58-ci testdə preposition testidir, yəni söz önü testidir. Catch sözündən sonra artikla ehtiyac, daha doğrusu söz önü ehtiyac yoxdur. Wait sözü for-la işlənir. Wait for nə isə gözləmək. Stansiyada isə olur at the station, demək ki, cavab oldu C variantı. 59-cu testdə passengers cəmdir deyə biz bura sadəcə Y variantını seçə bilərik. Yadınızda saxlayın. Əgər cümləmizdə only, just stil sözləri varsa biz ora few yox, a few, little yox, a little qoya bilərik. Passengers cəm olduğu üçün biz ora a few işlədirik. 60-cı testdə ayrıcı sual dərsidir bildiyiniz kimi. Disjunctive question'da they were inkarda, yəni disjunctive olaraq olmalıydı. Weren't there. Cavab olur B variantı. Əgər burada D variantı yazmışsınızsa diqqətli olmalıydı. They işlətmək olmaz. Çünki cümlə mübtədası they deyildi. 61-ci test bildiyiniz kimi kompleks object dərsidir və biz feillərə baxırıq. Make-dən sonra ing-li feil gəlməz. Let-dən sonra to-lu feil gəlməz. C variantında allow sözündən sonra mütləq to-lu feil gəlməliydi. D variantı doğrudur. Let feilindən sonra complain işlənməliydi. Y isə yanlışdır. Make-dən sonra to işlətmək olmaz. Ona görə cavab oldu D variantı. 62-ci testə baxırıq. Bu agreement dərsidir. Every year a number of people visit. Bu doğrudur. Çünki a number of-un xəbəri visit işlənir. Visits qoymaq olmaz. The number of companies. The number of-un xəbəri has olmalıydı. Ona görə ki, yanlışdır. Everyone were questioned. Everyone törəmədi olduq. Ona görə xəbər tək olmalıydı. Were yox, was olmalıydı. 4-də isə traffic signals are used. Doğrudur. Çünki signals cəm olduğu üçün xəbər də cəm olmalıydı. Ona görə cavab oldu 1-4 A variantı. Növbəti qaydamıza baxırıq. Burada bizdən zaman soruşulur. Tense form. Diqqət edirik while'dan sonra. İndiki sayda, keçmiş sayda ya da indiki davam edici, keçmiş davam edici qoymaq olar. Bitmiş və gələcək qoymaq olmaz. Ona görə D variantları yanlışdır. Və zaman uzlaşmasını gözləyirik. Gördüyümüz kimi bütün variantlarımız keçmişdir. A variantında was keçmiş, qarşısı entet yazılıb keçmiş. Bu doğrudur. B variantında talked keçmiş, have is indikidir. Bu uzlaşma yanlışdır. C variantında da was keçmiş, have indikidir. Bu yanlışdır. Cavab oldu A variantı. 64-cü testdə pronoun testidir. Cümləni tərcümə edirik. Deyir qız xoşlayır nəinki paltarın özünü, daha doğrusu qız xoşladı paltarın, donun keyfiyyətini, lakin o sevmədi rəngini. Yəni paltarın rəngini, onun rəngini qoymalıydıq. Ona görə cavab olur A.
65-ci test make-up sentence testidir. Sizə bu testi yazmaqda məsləhətim ola bilər ki, mütləq yazdığınız cavabı cümlə formasında yazın və cümlə strukturuna diqqət edin. Yazmağın ən asan yolu sadəcə budur. İndi baxaq hansı cavab. Burada aya baxırıq. The children are taught, uşaqlara öyrədilir. To respect, hörmət etmək, different cultures, müxtəlif adətlərə. Demək ki, elə A variantı tamamilə doğrudur. 66-cı test modal feil testidir. Əvvəlcə structure səhvlərinə baxaq. 2-də have not to işlətmək olmaz. 1, 3 və 4 strukturca düzdür. Amma tərcüməyə baxırıq. Deyir ki, sən bu işə müraciət etməlisən, gərək edəsən ya da etməyəsən. Çünki sənin İspanca səlis danışmaq avantajın var. Demək ki, etməlisən, uyğun gəlir. Cavab olur 1 və 3 A variantı. 67-ci testdə passive voice dərsidir. Cümləni məhsula çevirmək üçün əvvəlcə düstura baxmalıyıq. Has parked məhculda olmalıydı. Have has been parked. A variantında düstur yoxdur, B-də yoxdur. C-də had-ə çevrilib, has had-ə çevrilməz. Has ya has ya da have olaraq qalmalıydı. D variantı was olub, Y variantı isə tamamilə doğrudur. Demək ki, cavab oldu Y variantı. İndi isə gəlin 68-ci testdə baxaq. Burada bizdən soruşulur. Antonim cütlüyü. Əvvəlcə sözlərin mənasına baxırıq. Catch, tutmaq, release, azad etmək, bəli bu antonimdir. Love, sevmək, hate, nifrət etmək, bunlar da antonimdir. Encourage, cəsarətləndirmək, care, qayğı göstərmək, bunlar nə sinonim, nə antonimdir. 4-də collapse and ruin, hər ikisi dağıtmaq, məhv etmək deməkdir. 5-də isə divide, bölmək, join isə birləşdirmək deməkdir. Bunlar antonimdir. Cavab olur 1, 2, 5, yəni Y variantı. 69-cu testdə bizdən definition soruşulur. Reject, imtina etmək deməkdir. Yəni B, refuse, accept, təklif olunan bir şeyi imtina etmək. Imagine, təxəyyül etmək. Form a picture in your mind, beynində bir şey formalaşdırmaq. Bəli, bu aya gedir. Reward, mükafatlandırmaq. Kiməsə bir şey etdiyi, yaxşı etdiyinə görə mükafat vermək. O isə C uyğun gəlir. B, A, C. Cavab olur B variantı, B, A, C. İndi isə baxırıq complete testinə. Yadınızda saxlayın. Complete testinin qızıl bir qaydası var. Complete sentence demək, cümləni nəqli tamamla demək. Yəni cümlə mütləq nəqli olmalıydı. B variantında had qabağa gəlib, C variantında have aydan qabağa gəlib. Digər variantlar artıq nəqli formadadır və uzlaşmalara baxırıq. Əvvəlcə when-dən sonra bitmiş gəlməz. Ona görə bunu çıxırıq. Ask feilindən sonra isə zət işlətmək olmaz. Ona görə bu da yanlışdır. Cavab oldu A variantı. Bir də onu qeyd edim ki, ask keçmişdə olduğu üçün qarşısı da mütləq keçmiş zaman olmalıydı. Y variantı həm də o qaydaya əsasən yanlışdır. 71-ci testdə bizdən interrogativ soruşulur. Yəni sual cümləsi. Yadımızda saxlayırıq. Sual cümlələrini işləmək üçün belə bir qaydamız var. Sual cümləsini sual sözündən bölürük və yadımızda saxlayırıq. Heç bir sual sözündən sonra birbaşa mübtədə gəlməz. Ona görə C variantı yanlışdır. Birbaşa the players gəlib. İkinci ipucumuz do does diddən sonra birbaşa feil gəlməz. B variantı yanlışdır. D və Y variantlarında what time və when-dən sonra bitmiş zaman qoyulub. Bunlar da tamamilə yanlışdır. Ona görə cavab oldu A variantı. Bir daha qeyd edirəm. When və what time sadə zamanlara, daimici zamanlara sual vermək üçündür. Bitmiş zamanın sual sözü how long olur. Ona görə də əgər bitmişiniz varsa how long-dan istifadə etməlisiniz. Bununla da və baxaq digər suallarımız. İndi isə mətnimizə nəzər salaq və ona aid olan suallara diqqətlə baxaq. Mətnimiz qlobal xəbərdarlıqdan danışır. Müasir dünyada qlobal xəbərdarlıq ciddi problemdir və o təkcə qlobal temperaturun qalxmasına yox, həmçinin ciddi iqlim dəyişikliklərinə səbəb ola bilər. Əgər qlobal xəbərdarlıq davam etsə, bu gələcək nəsillər üçün ciddi ətraf mühit problemlərinə və ekonomik nəticələrə gətirib çıxara bilər. One of the main reason, əsas səbəblərdən biri, qlobal xəbərdarlıq üçün deyir, əsas səbəblərdən biri air pollution'dur, yəni hava çirklənməsidir. İnsanlar deyir, qazı, kömürü, təbii qazları yandıranda və fabriklər və maşınlar release havaya, atmosferə deyir, çoxlu miqdarda karbon dioksid buraxanda, yəni hava çirklənməsi olur. Bu eksesiv, yəni çox karbon dioksid dünyanın təbii istilik balansını dəyişir və dünyada daha çox isti olur və nəticə olaraq da planetimiz isinməyə başlayır. Hava çirklənməsi həmçinin ozon qatına da təsir edir, hansı ki bu ozon qatı dünyanı günəş radiasiyasından, zərərli günəş radiasiyalarından qoruyur.
Ozon təbəqəsi nazik olanda zərərli şüalar, günəşdən gələn zərərli şüalar yerə çatır və insanların sağlamlığına zərər vurur. D çirklənməni azaltmaq üçün insanlar gələk ictimai nəqliyyatdan daha çox istifadə etsinlər, recycle etsinlər şeyləri, hansı ki biz istifadə etmədiyimiz şeyləri recycle eləyək, yəni yenidən emal edək və plastik istifadəsini azaldaq. Bu həmçinin it is also important, həmçinin vacibdir renewable enerji mənbələrindən istifadə etmək, yəni yenilənə bilən enerji mənbələrindən istifadə etmək və replace fuel powered cars, elektrik maşınlarından istifadə etmək, neft, yəni daha doğrusu benzinlə işləyən maşınların əvəzinə elektrik maşınlarından istifadə edək və hökumətlər də mütləq introduce environmental laws, ətraf mühit qanunları ilə tanış olmalıdırlar, hansı ki bunlar sənaye çirklənməsinə nəzarət edir. İndi mətnimiz ümumiyyətlə bu dünyanın çirklənməsi, pollution və qlobal xəbərdarlıqlardan danışdı. Burada bizdən false soruşur. İndi baxaq hansı cümlə mətnə əsasən səhvdir. A variantında demişdi ki, fabriklər zərərli qidaları atmosferə buraxır. Bəli, bunu demişdi. B variantında deyir ki, çox istilik, karbon dioksidin tərəfindən olan istilik atmosferdə saxlanılır. Bu doğrudur. Bunu da çıxırıq, çünki bizdən false istəyir. Hava çirklənməsi kömək eləyir ki, ozon qatını qorusun. Xeyr, hava çirklənməsi əksinə ozon qatını dağıdır. Ona görə elə cavab oldu. C variantı. Diqqətli olsanız bu cümlədə demişdi. Hava çirklənməsi ozon qatını zərər vurur, damage edir demişdi. 73-cü testdə qlobal xəbərdarlıq nəyə aparır? Gəlin həmin cümləyə bir daha qaydaq. 2 və 3-cü cümlədə demişdi. Qlobal xəbərdarlıq qlobal temperaturun qalxmasına, serious climate change-lərə, yəni ciddi iqlim dəyişikliklərinə apara bilər və həmçinin severe environmental və economic consequence apara bilər. Bu 4 səbəbdən görə hansını veriblər? A variantında deyir ki, qlobal temperaturun qalxmasına. Bəli, bu doğrudur. 2-də deyir ki, unimportant climate change. Xeyr, mətndə isə serious demişdi, ciddi. Amma burada deyir ki, unimportant, vacib olmayan. Bu yanlışdır. 3-də deyir ki, ciddi iqlim dəyişikliyinə aparır. Bəli, bu doğrudur. 4-də isə deyir ki, qlobal temperaturun düşməyinə fall yox, rise olmalı idi. 5-də gələcək nəsillər üçün ciddi problemlərə, bəli, bu doğrudur. Cavab oldu 1, 3 və 5. Baxaq hansında var? D variantında bu cavab var. İndi isə baxaq 74-cü testdə deyir, hava çirklənməsinin nəticələri nə ola bilər? Hava çirklənməsinin ikinci abzasda danışmışdı və burada demişdi ki, karbon dioksidin shortage azalması ilə, xeyr, əksinə karbon dioksid artır demişdi. Gördüyünüz kimi böyük miqdarda karbon dioksid havaya buraxılır. 2-də deyir ki, ozon qatına zərər. Bəli, bu doğrudur. Hava çirklənməsinin ən böyük səbəblərindən, daha doğrusu nəticəsindən biri ozon qatına zərər idi. 3-cü testdə deyir ki, dünyanın istilik balansını dəyişmək. Bəli, bunda deyilmişdi ki, dünyanın istilik balansı gördüyünüz kimi dəyişir. 3-də doğrudur. 4-də isə zərərsiz radiasiyalar. Xeyr, zərərsiz deyildi. Bu zərərli idi. Ona görə bu yanlışdır. Cavab oldu 2, 3, C variantı. 75-ci testdə bizə mətinə ad vermək soruşur. Baxaq, mətn ümumilikdə çirklənmədən, qlobal problemlərdən danışır da. A variantında deyir ki, şəxsi nəqliyyat vasitələrinin istifadə etməyə ruhlandırmaqdan. Xeyr, bu deyildi. Dünyanın ozon qatından bu da deyildi. Significant threat to humanity, insanlıq üçün olan vacib bir qorxudan. Yəni, bu da bizim üçün bir qorxudur. Ona görə C variantı doğrudur. Təhlükədən, yəni. D variantında deyir ki, industrial qazların, sənaye qazlarının artımından, bu da deyil. Y variantında isə yenilənə bilməyən resurslara investisiya, bu da deyildi. Elə cavab olur C variantı. 76-cı testdə bizdən soruşur ki, mətnə əsasən paragraf 2-də primary sözünün sinonimini yazın. İkinci abzasda primary sözünün sinonimi main'dir. Bilirik ki, primary vacib deməkdir. Main də vacib deməkdir. Elə cavab olur main. 77-ci testdə paragraf 3-dən bu sözün definition soruşulur. Yadınızda saxlayın, definition to ilə verilibsə demək sizdən feili soruşur. Burada deyir ki, to use materiallardan istifadə etmək or parts of something ya da bir şeyin hər hansı bir hissəsindən istifadə etmək. Old to make something new. Bir şeyin deyir, köhnə bir şeydən, materialdan ya köhnə bir şeyin bir hissəsindən istifadə edərək yeni birini yaratmaq. Yəni yenidən emal etmək. Ona görə burada cavab olur recycle
burada olduğu kimi yazıram ki, siz də eynisini yazmış olasınız. Mütləq bunu yazarkən önünə to qoyun. Düzdür, to qoymasınız hələ ki burada sizdən bal kəsilmir, amma çalışın ki qoyasınız ki, yoxlayan markerlərdə sizin o sözün feil olduğunu və cümlədə feil kimi məsdər formasında gətirib kənara yaza biləcəyinizi görsün. 78-ci testdə bizdən esse soruşulur. Bildiyiniz kimi bu cümləyə ən az 3 cümlədən ibarət esse yazmalısınız. Esse cümləsini, sual cümləsini tərcümə edirəm ki, düzgün başa düşüb, yəqin ki yazmısınız. What other environmental problems? Başqa hansı ətraf mühit problemlərini tanıyırsan? Hansı problemlərdən başqa? Besides global warming and pollution. Qlobal xəbərdarlıqdan və çirklənmədən başqa hansı ətraf mühit problemlərini tanıyırsan? Burada yaza bilərsiniz ki, dünyada bir çox environmental problemlər var. Onlardan biri də məsələn deforestation, meşələrin qırılması deyə bilərsiniz, çirklənmə deyə bilərsiniz. Burada çirklənməni qeyd edibsə, siz onu çalışın getməyəsiniz. Deforestation yaza bilərsiniz. Sonra water pollution yaza bilərsiniz. Başqa hər hansı bir environmental bir problemdən danışmalıydı. 79-cu testə baxırıq. Burada bizdən cümlə tamamlama soruşulur. When the ozone layer becomes thinner, bu cümlənin mətnini də tapırıq. Baxın, bu hissədə verilib. Nə zaman ki ozon qatı zərər vurur, daha doğrusu nə zaman ozon qatı nazik olur, onda günəşdən gələn zərərli şüalar çatır yerə və affect people's health, insanların sağlamlığına təsir edir. Buradan hansı sözləri dəyişə bilərdiniz? More harmful sözündən başlayaraq dəyişə bilərdiniz. Burada sinonimləri sizin üçün aydın formada yazmışam ki, hansını yazmısınızsa gəlin öz dəftərinizdə uyğunlaşdıraq. More harmful sözünün sinonimi dangerous, damaging sözlərindən biri ola bilərdi, zərərli. Useless də yaza bilərdiniz, faydasız şüalar. Baxın, bunu da yaza bilərdiniz, useless. Və ekstra olaraq yaza bilərdiniz bad sözünün müqayisəsi. Bu zaman mütləq moru silməliydiniz. O zaman yazmalıydınız worse. Sadəcə worse yazmalıydınız, pis şüalar. Qalan sözlərə baxaq. Rays from the sun, günəşdən gün, artıq bu sözləri dəyişə bilmirik. Can reach, reach sözünün sinonimi arrive in ola bilər. Arrive in the earth, yer kürəsinə çatan. Reach də çatmaqdır, arrive də çatmaqdır. Earth sözünün sinonimi olaraq dəyişə bilərdiniz. Our planet, bizim planetimiz, ya da world, dünya. Sonraki sözümüz affect sözünü dəyişə bilərdiniz. Influence, impress, impact, ya da have an effect. Bu sözlərin birini yaza bilərdiniz. Pupils sözünü isə human sözünlə dəyişə bilərdiniz. Has sözünü isə life ilə dəyişə bilərdiniz. Bu sözə diqqət edin. Hər yerdə has life ilə sinonim deyil, amma bu cümlədə mənaca uyğun gəlir. Çünki deyir ki, zərər vurur insanların sağlamlığına, yəni insanların həyatına. Ona görə bu sözlərdən hansını yazmısınızsa, inşallah ki, düz götürərlər. Yazdığınız, tərəddüd etdiyiniz söz varsa, mütləq şərh bölməsinə qeyd edərsiniz. Həmin sözlərin uyğun sinonim olub olmadığını sizin üçün qeyd edərsiniz. İndi isə dinləmə mətnimizlə tanış olaq. Səsləndirməni mətn formasında yerləşdirmişəm ki, sualların, cavabların daha doğrusu doğruluğundan əmin ola biləsiniz. Mətnimiz Bald Eagles haqqındadır. Bunlar qartallardır. Qartallar 1782-ci ildən bəri Birləşmiş Ştatlarda milli simvoldur. Bu böyük və gözəl quşlar bir vaxtlar ovlanmaya və çirklənməyə görə yox olma təhlükəsində idilər. Lakin təxminən 50 il qabaq yaradılmış qanunlar onların qorunmasına kömək etdi. Bald sözünün mənası qədim ingilis dilində ağ deməkdir. Bu onların, qartalların ağ başına istinad edir. Yəni onların ağ başı var deyə onlara bald eagles deyilir. Dişi eagle'lar, yəni qartallar birazcık erkək qartallardan biggerdirlər. Yəni dişi qartallar daha böyükdür. Onların bədəni təxminən 1 metr uzunluğunda olur. Qartallar, bald qartallar öz yuvalarını ağacların başında tikirlər. To keep their eggs safe. Öz yumurtalarını təhlükədən qorumaq üçün, təhlükəsiz saxlamaq üçün. Every year, hər il parent eagles, valideyn, yəni böyük olan eagle'lar come back to the same nest to lay like. Hər il deyir, ana qartallar gəlirlər, geri qayıdırlar eyni yuvaya və orada yumurta qoyurlar və onlar add more stick, biraz daha çubuq və ot əlavə eləyirlər ki, o yuva daha da möhkəm olsun. Onların balaları doğulur light grey, açıq grey rəng və sonra onlar brown, yəni qəhvəyə çevrilir. At the age of 4 and 5, 4-5 yaşlarında onlar they develop white heads and tails. Onların başı ağ olur və quyruqları uzanır.
In the wild, təbiətdə, yəni daha doğrusu vəhşi təbiətdə qartallar təxminən 35 il yaşaya bilirlər və ondan da daha çox yaşaya bilirlər. Qartallar can fly, uça bilirlər hündürdən və onların mükəmməl görmə qabiliyyətləri var. Qartallar uzaqdan belə far away from, uzaqdan balığı görə bilirlər. Onlar hücum edəndə they fly down very fast. Onlar çox sürətli şəkildə enirlər və balığı tuturlar öz güclü ayaqları ilə. İndi gəlin mətn suallarına baxaq. Burada soruşur ki, bu qartallar haqqında məlumatın hansı doğrudur? A variantında deyir ki, onlar qanunlarla qorunurlar. Bəli, bu deyilmişdi ki, 50 il qabaq da artıq qanunlar yaradıldı və ondan sonra onlar qorundu. 14 yaşına kimi deməmişdi. B variantında torpaqda yuva qurur deməmişdi. D-də uça bilmirlər deyir, amma hündürə uça bilirlər. Balıqları görə bilmirlər deyir. Bu isə yanlışdır. Cavab oldu burada A variantı. 81-ci testdə bizdən yanlışı soruşur. 1782-ci ildə onlar 82-ci ildə deyir, onlar milli simvol oldular. Bəli, eyni ildir. Ona görə 82 yazılmış deyə bunu çıxırıq. Bizdən false soruşur. Female boltlar bigger'dır than male'lərdən. Bu da doğrudur. Dişi qartallar daha böyükdür. Baby eagles are born with white heads. Xeyr, yox, light grey ilə doğulurlar demişdi. Cümlədə yazılmışdı ki, onlar doğulanda öz baxın bu hissədə yazılıb light grey, açıq grey, boz rəng olur başları, amma burada deyir ki, ağ başla doğulurlar. 4-də deyir ki, bald eagles can live more than 30 years. 30 ildən çox yaşaya bilirlər. Bəli, 30 ildən çox, elə 35 ildən də çox deməkdir. Ona görə 4-də çıxırıq. 5-də isə deyir ki, bald eaglesların very poor, zəif görmə qabiliyyətləri var. Xeyr, bu tamamilə yanlışdır. Cavab odur 3-5, Y variantı. Buradakı 30 il sizi qarışdırmasın. Mətndə 35 ildən çox deyir. Cavabda isə 30 ildən çox deyir. Bəli, eyni mənanı daşıyır. 30 ildən çox da elə 35 ildən çox demək olur. Amma burada ən kobud cavablar 3 və 5-dir. 82-ci testdə bu mətn ümumiyyətlə nə haqqındadır deyir. A variantında deyir ki, characteristics of bald eagles, onların xarakterləri, yəni ümumiyyətlə onlar haqqında, yəni məlumat. B variantında deyir ki, təbiətdə vəhşi quşların yeməyi bundan deyilmir. Bald eagle'ların mükəmməl görmə qabiliyyəti mətn ümumilikdə bundan danışmırdı. Yəni təkcə görmə qabiliyyətindən danışmırdı. Y variantında United States-dəki çirklənməkdir, bu çıxdı. Y variantında isə deyir Amerikanların qanunları, bu təkcə qanunu düzdür, bir cümlədə deyir, amma ümumilikdə mətn o haqda deyil. Ümumilikdə mətn bald eagles'ları xarakterizə edir ki, bunlar necə heyvandılar və onlar haqqında məlumat verir. Fit sözünü təsvir edən sifət strong demişdi burada. Həmin variantı yazırıq. Strong yazmalıydı. Sonra və 4-də soruşur ki, onlar niyə öz yuvalarını yuxarıda tikirlər? Demişdi ki, onlar öz yumurtalarını qorumaq üçün. Baxın, to keep their eggs safe olmalıydı həmin hissəyə. To keep, qorumaq üçün, their eggs, öz yumurtalarını safe, təhlükəsiz saxlamaq üçün. Əgər bu cümləni yazmısınızsa, demək ki, tam balı ala bilərsiniz. 85-də isə soruşur ki, onlar niyə təhlükədə idilər, yox olma təhlükəsində idilər? Because of hunting and, baxın bu hissədə vermişdi, hunting and pollution yazmalıydınız. Əgər birini yazmısınızsa, böyük ehtimal tam bal ala bilməzsiniz. Ona görə də çalışın ki, eşitdiyiniz sözləri tam yaza biləsiniz. Hunting and pollution olmalıydı. İnşallah ki, bütün testlərin izahını düzgün verə bildik. Siz də bizi dinlədiyiniz üçün hər birinizə təşəkkür edirik. Meditasiyanızı unutmursunuz. Manifest etmişdik videonun başında. Mütləq kanalımıza abunə olub şərh bölməsinə arzuladığınız universiteti qeyd edirsiniz. İnşallah ki, qəbul zamanı söz verin. Bütün SMS-ləri geri dönüb bir-bir hansı universitetə qəbul olduğunuzu soruşacağım. İnşallah növbəti videolarda görüşərik.